Sabah hamı gedəcək. Neyəcək? 3 dənə mahnı yazacaq fonoqrama. Gedəcəklər restoran müdirlərindən, administratorlarından özlərinə sponsor tapacaqlar. Bax, budur. Onlar toylara başqa şeyə görə gedirlər. Ailələr dağıdırlar. Belə cavan qızlar, belə cavan xanımlar gedirlər. Yanlış təbliğ. Bəli, yanlış təbliğatlar aparırlar. Ona görə bizdən sonraki, bizim həmyaşlarımız, gənc nəslə çox pis örnəkdir. Onlar da baxırlar ki, mən də gedim özümə sponsor tapım, gecə klublarına gedim, maşın alım, ev alım, rahat yaşım. Amma sonunda bədbəxt olurlar. Ailələri olmur, övladları olmur, bədbəxt həyat tərcih. Ki, mən qarışıq ailəmiz də var, övladımız da var, hər gün toydayıq, hər gün övladınızın atası varmı? Əlbəttə ki, var. Bədbəxt düz ayrılmışam, ailə qrubu ayrılmış. Başa düşməm, insan ayrılanda atası olmur. Yox, başqa şey. Yox, Ailə sahibi olmaq. Bu xanım deyir ki, mən ailə sahibi oldum, sənətimi lazım gəlsə qurban da verərdim ailəmə. Bir çox müğənnilər var, sənətini qurban verirlər ailəsinə, çünki gələcəkdə ailə qalacaq. Niyə indi ailəli müğənni yoxdur bəyən? Azdır. Bir kişi 6-dan sonra istəyir ki, evə gələndə xanım ona qulluq Ay qurbanım, kişi geçsin özü qazansın, xanımlar da çıxıb 30 dənə kişinin qabağında, 50 dənə kişinin qabağında.